Bəli dostlar, belə möhtəşəm, mötəbər tədbirlər zamanı xüsusilə məni kimi artıq çəkili insanlar çox qaça-qaçda olurlar ki, sonra günün sonunda bəzən tam dincəlməsək və s. Bəli, bütün bu oynaqlarda problemləri hiss eləyirik. Ona görə balanslı şəkildə olmalıdır. Amma problem varsa, onun da əlacı mütləq şəkildə var. Studiyamızda dostlar, Vüsalə Atakişriyevə, həkim revmatoloqdur. Xoş gördük sizi, Vüsalə xanım, və revmatoid artrit haqqında danışacağıq. Bugün kifayət qədər cəmiyyətimizdə insanlar var ki, bax bundan əziyyət çəkir. Bəlkə hətta həkimə getmədən, diaqnoz olunmadan, yəni tam müəyyənləşdirilmədən artıq onun bəli, bilmirlər ki, budur revmatoid artriti. Əlamətləri nədir? Neçə yaşdan başlayır? Simptomları, bəli, necə belə də insana özünü başlayır biruzə verməyə? Revmatoid artrit xəstəliyi revmatoloji xəstəliklərdən bir formasıdır və özünə məxsus spesifik oynaq zədələnməsi göstərir. Bu zədələnmələr simmetrik xarakter daşıyır. Xüsusən əl barmaqlarının ilkin olaraq zədələnməsi şəklində qarşımıza çıxır. Bu barmaqların böyüməsi, şişkinləşməsi, ağrı, hərəkətdə bir məhdudluq, xüsusən biləklərdə hərəkət məhdudluğu uzun müddətli bu xəstəlikdən əziyyət çəkən pasientlərdə müşahidə edilir. Tək əl barmaqlarında yox, çənənin zədələnməsi revmatoid artritin ilkin əlaməti ola bilər. Zədələnmə nə nəzərdə? Səhər yuxudan oyananda şəxs çənəni hərəkət etdirə bilmir, danışıq sərbəst danışa bilmir, çünki oynaqda bir hərəkət məhdudluğu var. Biz buna revmatologiyada səhər buxovlanması deyirik. Bu buxovlanma, yəni tutuqluq, hərəkət məhdudluğu bu əllərə də aiddir və çənə oynağına da aiddir və bu yarım saatdan çox davam edərsə, bəzən də pasientlər bunu günorta saatlarına qədər davam etməyini ifadə eləyirlər və bu zaman biz revmatoid artritdən şübhələnməliyik. Tək bu oynaqlar yox, bəzən böyük oynaqlar prosesə cəlb olunur. Bu diz oynağının böyüməsi, şişkinləşməsi, bəzən el arasında mayesə artıb deyə deyim formasında ifadə eləyirlər və yanaşı olaraq hərəkətdə məhdudluq, həmin xəstənin axsaması kimi, bəzən dirsək oynağının şişkinliyi, qızarıqlığı, hərəkətdə bir məhdudluq müşahidə edilir. Bu da revmatoid artritdən xəbər verə bilər bizə. Lakin hər oynaq ağrısı revmatoid artrit demək deyil. Çünki dövrü və zamanı var. Əgər 3 aydan çox bu sadaladığım əlamətlər müşahidə edilirsə və sadə ağrıkəsicilərlə bu xəstəlik sağalmırsa, burada artıq revmatoid artrit haqqında düşünmək lazımdır. Tək revmatoid artrit oynaqları yox, daxili orqanların uzun müddətli müalicəsiz qalarında zədələnməsi ilə nəticələnir. Dərini zədələyir və yanaşı olaraq gözü uveit dediyimiz göz xəstəliyi formalaşdıra bilir. Dəri quruluğu və dəri altında düyünlər formalaşır və bu düyünlər noxud böyüklüyündən fındıq böyüklüyünə qədər ola bilər və oynaqların xüsusən açıcı səthlərində müşahidə edilir dəri altında. Bəzən öz-özünə qalxır, böyüyür, bəzən də itir. Pasient onu çox vaxt qeyd edir. Oynaq kəskinləşən vaxtda, ağrı, şişkinlik müşahidə olunan vaxtda düyün də formalaşıb görünə bilir. Bu da revmatoid artritin ilkin əlamətlərindəndir. Amma revmatoloji xəstəliklər demək olar ki, əksəriyyəti sistemik xəstəliklərdir. Yəni sistem xəstəliklər nə deməkdir? Tək oynaq yox, dərinin, daxili orqanların zədələnməsi ilə gedən xəstəliklər qrupudur. Bəli, autoimmun xəstəlikdir, öz-özünə yaranan xəstəlikdir. Və dediyim kimi, əgər müalicə olunmazsa, revmatoid artritdə spesifik dalağın böyüməsi, kardioloji olaraq ürək damarlarının, böyük damarların zədələnməsi, ağciyərlərin revmatoid artrit xəstəliyi deyilən bir anlayış var. Ağciyərlərin də zədələnməsi şəklində qarşımıza çıxa bilər. Lakin pis odur ki, bu deyəsən uzun müddət gizli gedə bilir, değil mi? Bəli, gizli gedə bilir. Daha çox kimlərdə bəli yaranır? Səbəbləri nədir bəli? Çox pisdir. Daha çox əslində demək olar ki, hər iki cinsin nümayəndəsində həm kişilərdə, həm qadınlarda müşahidə edilir. Amma daha çox sualı varsa, burada cavan, gənc qadınların xəstəliyi, doğurqanlıq yaşında olan xanımların xəstəliyi kimi götürülür. Çünki hamiləlik olan zaman, bəzən hamiləliyin son dövrlərində bu xəstəlik çox vaxt üzə çıxır. Amma bu o deməkdir ki, təkcə gənc qadınlardadır. Hətta 70 üzəri pasientlərdə də ilkin olaraq xəstəlik əlamətləri görünə bilər. Və bir də ki, yeni uşaqlarda 1 yaş, 2 yaş, 3 yaşında da görünə bilər. Biz uşaqlarda müşahidə ediriksə bu xəstəliyi juvenil revmatoid artrit deyirik. Yəni gənclik revmatoid
artriti deyirik. Pediatrik revmatoloqlar bu işlə məşğul olur. Amma hər yaşda, hər cinsdə müşahidə edə bilirik bu xəstəliyi. Vüsale doktor, müalicə nədir? Ümumiyyətlə effektiv necə effektiv əldə etmək üçün nələr etmək lazımdır? ELLAB-da bunun müalicəsi varmı? Bəli, ELLAB müasir metodlarla və müasir avadanlıqlarla təşkil olunmuş bir diaqnostika mərkəzidir və orada revmatoid xəstəliklər, ümumiyyətlə revmatoid artritdən başqa revmatoloji bir çox xəstəliklər var ki, demək olar əksəriyyətinin orada müalicəsi təşkil olunmuşdur. Xüsusən revmatoloji xəstəliklərin diaqnostikasında klinik əlamətlərdən əlavə laborator və instrumental müayinələr mütləq şəkildə aparılmalıdır ki, xəstəlik tam diaqnostika edilib, diaqnoz təşkil olunsun. Çünki revmatoloji xəstəliklərin dediyim kimi autoimmun öz-özünə yarandığına görə, bəzən səbəbi bilinmədiyinə görə bu zaman onun spesifik müayinələri var. Bu müayinələr ki, biz autoimmun markerlar deyirik bu analizlərə. Bu analizlərdə ELLAB diaqnostikada müasir səviyyədə, müasir standartlara uyğun laboratoriya şəraitində təyin olunub, müayinə olunur. Hansı analizlər? Bu, məsələn, revmatoid artritdən söhbət gedirsə, anti-CCP, revmafaktor, CRP, qan ümumi analizi, siz gəlin bütün bunları xahiş edirəm, bütün bu terminləri bizim başa düşəcəyimiz, yəni sadə tamaşaçıların başa düşəcəyi dildə deyəsiniz. Yəni demək, C-reaktiv zillat dedikdə oynaqdakı iltihabın təzahürü olaraq qan analizində iltihabı göstəricilər yüksəlir. Normativ səviyyələr var. Məsələn, 5 götürək ki, bu səviyyə normada, bu insanda, sağlam insanda 5-dir. Lakin revmatoid artritdən söhbət gedirsə, burada çox yüksək rəqəmlərdir. 35, 80, belə 100, belə formada görünür. Doktor, bir məsələ var, indi yazdı, allergik övrələr, kəskin övrələr baş qaldırıb, onların da arasında autoimmun olanlar var. Bəli. Bəzən bu allergiyanın altında gizli gedən revmatizm ola bilir. Mən o dərinliyinə qədər bilmirəm, təbii ki. Onlar da mütləq, yəni allergiyadan əziyyət çəkən insanlar da mütləq yoxlasınlarmı onu? Əgər allergik proseslə yanaşı, siz düz vurğuladınız, autoimmun prosesdir övrələr və autoimmun proses olduqda, əgər elə bir xəstəlik varsa bir pasiyentdə, yanaşı olaraq revmatoloji autoimmun xəstəliklərə də namizəd, risk qrupuna daxil olan pasiyentlərdir. Əgər risk qrupuna daxildirsə, yanaşı olaraq övrə ilə gedişdə oynaq şişkinliyi, bəzən ağızda səbəbsiz ağrılı və yaxud da ağrısız uzun müddətli yaralar formalaşır. Bu özü revmatik xəstəliyin ilkin əlaməti sayıla bilər. Biz buna revmatologiyada Behçet xəstəliyi deyirik. Və revmatizma dedikdə hamı düşünür ki, oynaqdadır problem. Amma bəzi revmatoloji müasir dövrdə, bəzi revmatoloji xəstəliklər var ki, heç oynaq hələ zədələnməmiş. İlkin başqa formada dərinin zədələnməsi, bu üzdə kəpənəkvari səpkilərin olması, topa şəklində saç tökülmənin olması, dekolte nahiyələrdə, sinə, kürək nahiyəsində, günəşin şüasının təmas elədiyi yerlərdə, xüsusən yay aylarında səpkilərin, xoralı, yaralı səpkilərin formalaşması. Bu özü bəzən cinsi nahiyədə düyünlü və aşağı ətrafların bud nahiyəsinin dərisində iri düyünlü, ağrılı səpkilərin olması, biz buna düyünlü eritema deyirik. Müxtəlif formada təzahür eləyib klinik olaraq qarşımıza çıxa bilər. Vüsale xanım, rasiona fikir vermək lazımdırmı? Bundan başqa, məsələn, kimsə artıq bu simptomların, əlamətləri artıq özündə, bəli, götür-qoy elədir. Elə insanlar var ki, uzaqdır, məsələn, gələnə qədər həkimə, müalicəyə qədər, ELLAB-da sizə müraciət eləyənə qədər həmkarlarınıza. Yəni, buna qədər rasionda nə fikir verməlidir? Ümumiyyətlə, həyat tərzində nə dəyişməlidir? Həyat tərzində biz çəki artıqlığına xüsusən diqqət eləməliyik. Çünki çəki artıqlığı olan insanlar risk qrupuna daxil olur autoimmun revmatoloji xəstəliklərə. Və yanaşı olaraq kimyəvi maddələrlə, bu parinik zavod şəraitində işləyən şəxslərə aiddir. Kimyəvi maddələrlə uzun müddətli təmasda olduqda biz qırmızı qurd eşinəyi dediyimiz xəstəlik var ki, revmatoloji xəstəlikdir. Onun təzahürü qarşımıza çıxa bilir. Sklerodermiya xəstəliyi var ki, bu şua ilə birbaşa təsirə, şualı mühitdə işləyən şəxslərə daha çox biruzə verir özünü. İş şəraiti, ağır iş rejimi, ağır soyuq su yerli olaraq soyuq mühitdə işləyən şəxslər risk qrupuna daxildir. Bir də yaxın dərəcəli qohumlarda, ana, nənə, bibi, xala, dayıda revmatoloji autoimmun xəstəlik varsa, həmin şəxslər də risk qrupuna irsi, bəli, autoimmun xəstəliklərin əksəriyyətində genetik olaraq meyillik durur. Təşəkkür edirəm.
çıxarır. Buyurun. Çox sağ olun. Ella, bəli dostlar, özdə doğum gününüz bu aydadırsa, gedin mütləq şəkildə bilin ki, 50% endirim var. Belə bir fürsəti qaçırmayın. Təşəkkür edirik Ellaba. Xəbər Ertasının adını mütləq şəkildə verin, əziz izləyicilər. Vüsalə Atakişiyeva həkim revmatoloq studiyamızda qonaq idi. Bizdən bugünlük bu qədər. Uşaqları qoruyun, valideynləri unutmayın. Ən əsası sağlam olaq.